Size bir söz diyeyim, bir cümle. Yadınızda qalsın, xanımlar və bəylər. Yadınızda qalsın. Bütün psixoloqlar da deyir, professorlar da deyir, tədqiqatçılar da deyir. Uğurlu insanlar o insanlardır ki, həyatda bütün məsuliyyəti öz üzərinə götürürlər. Necə? Məsələn, mən tanıyıram elə bir adamlar. Deyirsən ki, niyə görə dərslərində uğur qazanmadın? Belə elə. Müəllimdir də günahkar. Özündə günah görmür. Niyə görə həyatda uğur qazana bilmədin? Atam imkan verdi ki, niyə görə uğur qazana bilmədin? Şu həyat yoldaşım çox incitdi də mən ona görə. Ancaq başqasının üzərinə atır günahı. Uğurlu insanlar öz məsuliyyətlərini ödəyir, mənəm günahkar. Vəssalam, yadınızda qalsın. Sizin həyatınızın məsuliyyəti sizin öz üzərinizdədir. Bunu axıra qədər yadınızda saxlayın. Kimsə heç kimə etibar, yəni güvənməsin, daha doğrusu arxain olmasın. Heç kimə arxain olmayın. Özüm doğradım, çapdım özümü, Ramiz Röşən deyir. Yoğurdum, yapdım özümü. Nə yaxşı tapdım özümü. Böyrümdən keçib getmədim, bəh, bəh. Özümü tapdım, mən. Bu lovğalıq deyil ha dostlar, bu yekəxanalıq deyil. Yekəxanalıq pisdir. Lovğalıq deyil bu. Demək, Jim Collins var, biznes psixologiyasında çox böyük kitablar yazır. Kitablardan biri budur. Good to Great, yaxşıdan aliyə, diqqət edin. Gediblər Amerikada 11 ən böyük milyardlıq şirkətin rəhbərlərindən müsahibə aldılar. Möhtəşəm deyə, bir dənə mənim bu çıxışımdan bir dənə bu dərsi götürsəz bəsizdir. Özüm də çünki bu dərslərə qulaq asıram, hər gün oxuyuram. Yol budur. Deyir, 11 şirkətin rəhbəri ilə müsahibə ediblər. Şirkətlər də milyardlıq şirkətlər. Deyir, bunların xüsusiyyətlərindən biri buydu, bu rəhbərlərin. Güzgü və pəncərə effekti. Deyir, şirkət uğur qazananda bunlar pəncərəyə baxırlar. Deyirlər ki, həmkarlarımızın səyi nəticəsində bu olur. Şirkət deyir, problem yaşayanda güzgüyə baxırlar. Deyirlər, mənəm günahkar. Bəh, bəh. Belə adam uğur qazanır da. Mənəm günahkar. Nə atam, nə anam, nə hava. Yağış yağdı, qar yağdı, gün çıxdı, külək oldu, avtobus gecikdi, metro sıxlıqdır, xəstələndim, əzizim, həyat elə bunlardan ibarətdir də. Sən bunların içində özünü toparlamağa bacar.